əziz izləyicilər, necəsiniz? İnşallah ki, yaxşısınız. Deməli, bugün də 6 dənə yığapar almışdıq. Keçən səfər yığapardan nəsə oldusa 10 manat tutduq. İndi ondan sonra bağımlılıq yaradıbdır. Hər gün yığapar yoxlayırıq. Bugün də yoxlayaq. Sizlər almayan, aldız udsuzsa, daha udduğunuzu götürün də yenə başlamayın. Çünki adam elə bilir hər dəfə udacaq, elə bir şey yoxdur. Deməli, ərik, armud, alma, albalı, əncir, bir dənə də üzüm. Mənfi 1 manat getdi. Burada nədir? Moruq mənim ən düşəri meyvəmdir. Burada ikinci və moruqdan uddum. Nədir? Albalı, ərik, mango. Hə, deməli dostlar, burada 2 manat çıxdı. 2 manat udduq, təbriklər. Burada nəyimiz var? Cavalı, üzüm, alma, əncir. Sizlərə də kanalımıza abunə olun ki, yenə də sizlər üçün videolar çəkək. Qarpız, bu da uduşsuzdur. Burada ərikdir. Burada nardır. Burada mangodur. Burada albalıdır. Hamısı fərqli meyvələrdir. Burada da kividir. Bunda da uduş yoxdur. Deməli 3 dənəsində uduş yoxdur. Bir dənəsində var. Sonuncu loteriyamız qaldı. Nar çıxdı bizə. 1 manat da buradan hələ ki çıxdı. Deməli 2 burada, 1 burada. 3 manat uduşumuz var. Əncir bizə lazım deyil. Aha, 1 manat da buradan çıxdı dostlar. Armud bizə lazım deyil. Deməli ümumilikdə bizdə 6 biledir materialın 5 dənə almışamış. 3 manat burada uduzduq. 2 manat burada udduq, 1 manat da burada udduq. 3 manat uduşumuz oldu, 3 manat da ziyanlarımız oldu. Növbəti videolarda gözləyirik yəni siz də kanalımıza abunə olun, dəstək olmağı unutmayın. Sizlərə məsləhət görmürük almağı, çünki biz hər gün alırıq, amma ki böyük uduşlar olmur, ancaq 1 manat, 5 manat, 10 manat belə uduşlardır. Amma 6 manatdan 3 manat udduq, 3 manat indi bu 3 manatın üstə yenə də pul qoyub sizlər üçün videolar çəkəcək. Siz də buna görə kanalımıza abunə olun. Təşəkkürlər. Gününüz xoş keçsin.